Həzrət Şüeyb Peyğəmbər bir gün Allahdan soruşdu. Hamımızı düşündürən suallardan biridir. Dedi ki, Allah, filan zavanı hər günaha eləyir, amma varı dövləti tökürsən başından. Hər şey verirsən ona. Niyə? Burada ki, ya Şüeyb, mən ondan elə bir şey almışam ki, hər nə qədər onun başını töksəm, faydası yoxdur. Dedi, Allah, nəyi almışsan ondan? Dedi, öz nəzərimi ondan çəkmişəm. Dedi, Allah, nə olur nəzərimi çəkəndə? Dedim, mən ki, ondan nəzərimi çəkmişəm, o ibadətdən ləzzət ala bilmir. O günah eləyəndə xəcalət çəkmir. Tanış sözlərdir. Bəzi insanlar var bu cürdür. Hər şey var. Amma ibadət çatmır ona, dərk eləyə bilmir, başa düşə bilmir. Günah eləyir, aşkarda da günah eləyir, hətta fərəhlənir öz günahları ilə. Mənası budur ki, ilahi nəzər ondan çəkilir.